Salam, xoş gördük hər birinizi. Bu günlər zehin fəlsəfəsi seriyasından birinci mühazirəmizə başlayırıq. Bu məqsədlə biz zehin fəlsəfəsinə giriş, yəni bu mövzunu bu günləri müzakirə etmək istəyirik. Deməli, bu mövzu ətrafında bizim müzakirə etmək istədiyimiz iki sual vardır. Birinci sual, zehin fəlsəfəsi nədir? İkinci sual isə təcrübə subyekti deyərkən biz nəyi başa düşürük? Beləliklə, birinci sualımızın müzakirəsinə başlayaq. Zehin fəlsəfəsi nədir? Biz bu suala necə cavab verə bilərik? Bu sualın da cavablandırması üçün biz bir neçə növbəti sualları fərqləndirmişik. Birinci sualımız belədir ki, zehin fəlsəfəsi nə deyildir? Yəni, bizim zehin fəlsəfəsinə verə biləcəyimiz bir neçə mümkün cavablar arasından hansı cavabı biz avtomatik istisna etməliyik? Deməli, zehin fəlsəfəsi belə güman edilə bilər ki, iki ayrıca substansiya, yəni zehin ilə beyin arasında olan münasibətlər sistemini araşdıran bir fəlsəfi bölümdür, fəlsəfə sahəsidir. Yəni, biz burada insan vücudundan kənarda ayrıca bir substansiyanı fərqləndirə bilərik və yaxud insan vücudunun ayrıca bir tərkib hissəsi olaraq götürülmüş beyindən kənarda hər hansı bir substansiyanı fərqləndirə bilərik və həmin substansiya, yəni qeyri-maddi olan substansiya, zehin, beyin ilə və ya vücud ilə qarşılıqlı münasibətlər sistemində olmaqdan başqa, həm də özünə məxsus olan, yalnız onun üçün səciyyəvi olan xüsusi atributlara malik ola bilər. Məsələn, bu mənada biz, bu kontekstdə biz zehnin şüura malik olmasını qeyd edə bilərik. Amma bəzi filosofların fikrincə bu yanaşma düzgün deyildir. Yəni, biz zehin fəlsəfəsini ayrıca iki substansiya, zehin ilə vücud və ya zehin ilə beyin arasındakı münasibətlər sisteminin fəlsəfi cəhətdən araşdırılması kimi qəbul edə bilmərik. Çünki bu zaman biz fəlsəfi cəhətdən heç olmasa bir mübahisəli məsələni özümüzdə ifadə etmiş oluruq. Öz fikirlərimizdə ehtiva etmiş oluruq. Və bu hansı fikirdir? Yəni, bu artıq qeyd etmiş olduğumuz kimi zehnin ayrıca bir substansiya kimi qəbul edilməsidir. Yəni, burada biz iki substansiya fərqləndiririk. Bunlardan biri insan zehnidir, o qeyri-maddi substansiyadır. Digər bu insanın vücudu və ya beynidir, bu maddi substansiyadır. Və biz sadəcə olaraq bu iki ayrıca substansiya arasında olan münasibətlərin fəlsəfi cəhətdən öyrənilməsini həyata keçiririk. Bu ola bilər ki, səbəbiyyət münasibətlər sistemidir. Yəni, insan zehni insan vücuduna və beyninə təsir göstərir və ya əksinə insan vücudu və ya insan beyni insan zehninə təsir göstərir və ya onlar arasında qarşılıqlı təsir mövcuddur və ya ola bilsin ki, onların hər ikisi eyniyyət təşkil edir. Yəni, məsələlərin bu şəkildə qoyulması bu zehin fəlsəfəsində bir sıra fəlsəfi məktəblərin fərqləndirilməsini şərtləndirir. Məsələn, eyniyyətin qəbul edilməsi bu zehin fəlsəfəsində fizikalizm və ya materializm bu istiqamətdə olan fəlsəfi məktəblərin meydana çıxması ilə bağlıdır. Amma insan zehni ilə insan beyni arasında qarşılıqlı təsirin, qarşılıqlı əlaqələr sisteminin qəbul edilməsi bu məsələn dualizm, ayrıca bir istiqamətdə olan fəlsəfi məktəblərin yaranması ilə bağlıdır. Yəni, biz bu fəlsəfi məktəblər, yəni zehin fəlsəfəsi ilə bağlı olan fizikalizm, onun da bir neçə ayrıca qolları mövcuddur
və ya dualizm, onun da bir neçə istiqamətdə interpretasiyası mümkündür. Yəni, bütün bu məsələlərə biz növbəti mühazirələrimizdə diqqət ayıracağıq. Amma sadəcə bir günləri diqqət mərkəzinə gətirmək istədiyimiz məsələ odur ki, zehnin insanın vücudundan və insanın beynindən kənarda ayrıca bir substansiya kimi qəbul edilməsi heç də bütün filosoflar tərəfindən bir mənalı şəkildə qəbul edilmir. Bəzi filosoflar bunu mübahisəli hesab edir və həmin yanaşmanı qəbul etmirlər. Bəs onların mövqeyi nədir? Onlar zehnin ayrıca bir substansiya kimi qəbul edilməsindən daha çox zehnin, beynin bir atributu kimi qəbul edilməsinə çalışırlar. Yəni, insan beyni bir neçə atributa malik ola bilər. Məsələn, formaya, kütləyə, rəngə və s. Və bu atributlardan biri də onun zehnə malik olmasıdır. Beləliklə, biz zehnin ayrıca bir substansiya kimi qəbul edilməsindən daha çox insanların zehnə malik olması vəziyyətinin necə və ya hansı terminlər vasitəsilə ifadə edilməsinə diqqət ayıra bilərik. Bu məqsədlə zehin fəlsəfəsində zehinli varlıq və ya zehnə malik olan varlıq belə bir terminlərdən istifadə edilir. Və bu terminlər özündə nəyi ifadə edir? Yəni, zehnə malik olan və ya zehinli varlıq düşünməyi, görməyi, hiss etməyi, qavramağı, mühakimə yürütməyi və s. bacaran varlıq kimi xarakterizə oluna bilər. Deməli, zehin fəlsəfəsi nədir? Zehin fəlsəfəsi zehnə malik olan varlıqların fəlsəfi cəhətdən öyrənilməsini həyata keçirən fəlsəfə sahəsidir. Amma biz burada zehnə malik olan varlıqlar, yəni zehinli varlıqlar deyərkən, yəni bu çoxluğu biz necə təyin edə bilərik? Əsas məsələ həm də budur. Təbii ki, bu çoxluğa yalnız insanlar aid edilə bilməz. Yəni, bir çox zehin filosoflarının fikrincə, bura insanlardan başqa bəzi canlılar, hətta robotların da daxil edilməsi mümkündür. Amma təbii ki, öncə biz insandan başqa digər canlılarda və ya robotlarda zehnin olmasını sübut etməliyik. Yəni, biz bunu arqumentləşdirməliyik. Və daha spekulativ bir şəkildə biz məsələyə yanaşarıqsa, biz bu çoxluğa, yəni zehinli varlıqlar çoxluğuna hətta qeyri-maddi varlıqları da aid edə bilərik. Məsələn, mələklər və ya Tanrı, yəni bu varlıqlar da zehnə malik olan zehinli varlıqlar çoxluğuna daxil edilə bilər. Amma təbii ki, öncə yəni bu varlıqların da olması və ya ola bilməsi məntiqi cəhətdən arqumentləşdirilməlidir, məntiqi cəhətdən sübut edilməlidir. Beləliklə, biz bugün üçün müzakirə etmək istədiyimiz sonuncu ümumi sualın üzərinə gəlib çıxmış oluruq. Yəni, təcrübə subyekti nədir? Bəzi filosoflar belə hesab edir ki, zehinli varlıq terminini təcrübə subyekti termini ilə əvəzləmək olar. Yəni, zehinli varlıq kimdir? Bu, xüsusi bir şəkildə fərqləndirilmiş təcrübənin subyektindən başqa bir şey deyildir. Yəni, bu subyekt insan da ola bilər, bu subyekt insandan başqa bəzi canlılar ola bilər və ya robot ola bilər və ya mələklər və ya Tanrı və s. Yəni, biz burada təcrübə deyəndə təcrübə anlayışının da həcmini kifayət qədər geniş qəbul edirik. Yəni, bura hər bir növdən olan hissiyyat, qavrayış, düşüncə, təfəkkür, mühakimə və s. Yəni, bütün bu elementlərin hamısı bu təcrübə anlayışının həcminə daxil olan elementlərdir. Beləliklə, əgər biz bu aspektdən çıxış etsək, onda zehin fəlsəfəsi nədir? Bu sualın cavabını bu şəkildə də ifadə edə bilərik. Zehin fəlsəfəsi təcrübə subyektlərinin fəlsəfi cəhətdən öyrənilməsini həyata keçirir. Yəni, bu təcrübə subyektləri hansılardır? Qeyd etdiyimiz kimi, insandan başlayaraq Tanrıya qədər müxtəlif varlıqları bura aid edə bilərik.
onlar necə mövcud ola bilərlər və onların digər varlıqlar ilə qarşılıqlı münasibətlərini biz necə ifadə edə bilərik? Yəni bu kimi sualların daha ətraflı müzakirəsini biz növbəti mühazirələrimizdə həyata keçirəcəyik. Bugündən müzakirə etmək istədiklərimiz bunlardan ibarət. Suallarınız olarsa ünvanlaya bilərsiniz. Diqqətinizə görə minnətdaram.